Yumurtalar da qoyuram pişsinlər, sonra boyuyum. Burada soda tökmüşəm, çünki bura bir də görürsünüz belə qaralır. Nəsə tökülür, yanır, qaralır. Sonra bir neçə gün belə soda tökürəm. İndi hər axşam təmizləyirəm, təzəsini tökürəm yerinə. Onda ora elə bir soda oranı təmizləyir. Belə nə ilə də sürtürəm getmir, amma soda təmizləyir. İndi yumurtanı qoydum. İstəmirəm yumurta şey olsun, çatlasın. Ona görə duz tökəcəm. Mənə kommentlərdə bir dəfə yazmışdılar ki, içinə duz tökün deyir. O çatlamır. Ona görə dedim töküm. İstəmirəm yumurta çatlayanda əməlli boyaya da bilmirəm. Kraska içinə dolur deyə istəmirəm də o yeyəndə uşaqlara o geçsin kraska. Bir də ziyanlı olar. Ona görə indi duz tökdüm ki, qaynayanda çatlamasın yumurtalar. Da götürüm elə axır çərşənbədə nətər qoymuşdum. Bir dənə səmənisini götürdüm, bir də paxlava şəkər buranı götürdüm ki, qurumasınlar. Qalan hər şey belə də qalıbdı burada. İndi aparım bunu düzəldim təzədən. Burada qoz fındıq var. Onları da artırım. Burada səfsim az qalıbdı. İçinə yenə əlavə edeyim nəsə. Bir dənə xonça düzəldim axşama. Yumurtaları da boyuyum hazır olsun xonça. Yumurtalar yenə də çatladılar, baxın. İkisi çatlayıbdı, o birisi hansıdır, heç bilmirəm çatlayan. Neysə, çatladılar. Duzu tökmüşdüm də, gördünüz nə qədər duz tökmüşdüm, amma yenə də çatladı. İndi bu çatlayanları başqa cür eləyəcəm, amma çatlamayanları boyayacam. Çatlayanlara da belə o nakleyka ki var, üstünə eləyirlər. Ondan neçə il bundan qabaq almışam, heç xoşlamıram deyilə. Buradaca qoymuşam, qalıbdı. Belə bir şeylər var. İndi bunları eləyəcəm onun üstünə. Başqa yenə olmalıdır. Bu da var. Bunları eləyəcəm onun üstünə indi. Bu ucu əzilibdir. Belə bir şey var. Görüm yenə olmalıdır. Məndə ondan çox olmalıydı. Bu da var. Belələri. Bunlardan eləyərəm bu çatlayanlara ki, rəng vurmayayım. Yoxsa arasından rəng keçəcəkdir ona. Xonçaya səmənin qoyası olmadım. Gətirdim, amma istəmirəm qoyum. Elə belə istəyirəm bunu stolun üstünə qoyum. Amma bunları qoydum. Görüm nətər olur. Altlarına da belə nəlbəki qoydum ki, bulamasınlar bunu. İndi qoz fındığı töküm, görüm nətər olur. Yaxşı olur. Bunlardan çox xoşum gəlir deyə. Deməli, Saranın bağçasına da eləyəndə bundan qoymuşdum. Qəşəng görsənirdi. İndi düzəldim, sonra yenə çəkərəm. Görək nətər alındı. Düzəltdim xonçanı. Məncə belə daha yaxşı oldu. Bu güldən daha yaxşı oldu. Bu güllərlə. Üstünə də belə quşlardan qoydum. Belə. Düzdür, hələ tam hazır eləməmişəm. Hələ yumurta qoyacağam. Şəkər, bura paxlava. İndi görüm başqa nə var orada yadımdan çıxıb. Onlardan da düzələcəm. Məncə belə daha yaxşı oldu. Səmənini də belə qoyaram. Belə daha yaxşıdır. Burada da bir dənə bu yumurtalardan düşüb tapa bilmədim. Hara düşübdür. Belə bu bir şeydə almışdım bu illərim. Biri 1 manat idi. 2 dənə götürdüm, amma içinə qoymağa düzdür. Qoz fındıq qoyurlar. Sadəcə mən qoyub onu hara qoyacağam. Bunu məncə o belə bəzək xonçalar olur. İçində evdir, nə bilim belə suvenirlər qoyurlar. O onun üçündür. Sara da qoymur, mən sözümü deyim. Mənlə bir yerdə bu da mahnı oxuyur. Hə, bunu inşallah ondan alanda onun içinə qoyaram. Bunu bu il işlədə bilmədim. İndi yumurtaları da boyuyum ki, aradan çıxsın. Xonçanı düzəldim uje. Bunlardan elə xoşum gəldi, Sara. Bunlardan elə xoşum gəldi, bu il aldım bunlardan. Bundan sonra başqaları da var, onlardan da alacağım inşallah. Hələ ki 3 dənəsini aldım. Belə ki, bu quşu da bunlarla bir yerdə almışam. Bunları amma neçə ildir artıq məndədir bu quşlar. Belə. Bizdə belə qorğa var. Heç bunu uşaqlara görə stolun üstünə qoymuram. Əsas da Saraya görə. Çünki bir dəfə qoydum, bütün dağıtdı, tökdü hər yerə. Amma indi heç axır çərşənbədə də qoymamışdım. Amma indi istəyirəm töküm qabda qoyum. Bunu düzün deyim, mən heç bilmirdim. Belə bir şey var. Qaynanam da gördüm. Bunu baldızım bizə göndəribdi, sağ olsun. Bunun içində qozdur, fındıqdır, buğdadır, belə bir şeylər var. Bunlar bilmirəm nədir. Budur, bu qaradır. Onlar bilmirəm nədir. Qara çörək otudur məncə qara. Bu yaşılı bilmirəm nədir. Nəysə belə bir şey var. Dedim bunu da qoyum. Ala Sara, ala. Sən bunları ye. Sən o balacaları tökəsən. Götür get.
Belə bir salat da hazırladım. Bu turşu pomidordur, şoraba pomidor. Bunu elə də yaxşı yeyilmir bizdə, amma belə salat yerində burada içində kişnişdir. Kişnişlə pomidor çox qəşəng olur. Soğanı da ayrıca doğradıq ki, kim istəsə töysün, çünki mən soğanlı yeyə bilmirəm. Kim istəsə özününkinə əlavə edib yeyəcəkdir. Bir də mən bunu bir dəfə paylaşanda izləyicilərdən biri dedi ki, mən də deyir eləyirəm bunu tez-tez, amma içinə nəsə dedi qatıram, yadımdan çıxdı nə demişdi. Mən də demişdim ki, hə nə yaxşı, mən də eləyəndə ondan qataram, yaxşı olar. Amma yadımdan çıxdı nə demişdi. İndi ona zəhmət olmasa, əgər baxırsa, o yenə yazardınız da, zəhmət olmasa ki, bundan içinə siz nə əlavə eləyirsiniz. Mən də bu bayram günlərində evdə olacaq da, bundan tez-tez eləyəcəm. Uşaqlar da sevir, özümüz də. Bir dəfə də siz deyən kimi eləyim, görüm elə nə tər olur. İndi bunu bu kasalara qoyacağam. Bir dənə çay içim. İşlərimizi gördük, qabları yuduq. İndi bir dənə dedik, oturaq çay içək. Sizə istəyirəm paxlavanı göstərim. Paxlavamız belə çıxıb, bu dəfə arasına yağ elədik. Mən də sevirəm belə basanda yağ, şirə çıxır. Hələ bizdə biraz az çıxır. Amma yenə də qəşəng olub, görürsünüz nə tər çıxır. Mənim elə xoşuma gəlir. Bu dəfə həmişə yağı sonradan üstündən belə eləyirdik. Bu dəfə arasına da yağ vurduq. Ona görə bu dəfə lap dadlı çıxıb. Mən belə daha çox xoşum gəlir. Şəkərburalar da həmişə belə naxışlarını yaxşı olur. Sadəcə pişəndə bizim xəmirimizdən nəydəndir, şəkərbura köpür, naxışlar belə yaxşı alınmır. Amma eləyəndə yaxşı olur da, naxışlarını yaxşı eləyirəm. Pişəndən sonra aralanır, belə görünür bizim xəmirdəndir də, bu belə alınır. Nə bilim. Belə, amma yenə də çox dadlıdır. Əsas odur ki, dadı yaxşı olsun. Belə, indi mən bir dənə çay içim, yenə durum. Uşaqlı olanda onsuz da oturmaq mümkün deyil ki, biraz elə oturursan ki, nəsə çay içib tez durasan.